Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatında özünə məxsus yeri olan şəhərlərdən biri Şuşadır. Bütövlükdə Azərbaycanda o dövrə qədər mövcud olan xanlıqlar hamısı hazır bir şəhərin ətrafında iqtisadi, mədəni mərkəz rolunu oynayan bir yaşayış məntəqəsinin ətrafında formalaşmışdır. Amma Şuşa yeganə şəhər olmuşdu ki, o Qarabağ xanlığı yaradılandan sonra salınmışdı. Həm də Qarabağ xanlığının da bütövlükdə özəlliyi orasındadır ki, o hazır şəhər ətrafında deyil, əvvəlcə Kəbirlidə olan Bayat, sonra Ağdamdakı Şahbulaq, ondan sonra isə Şuşa qalası tikilmiş və bu qalanın içərisində də şəhər salınmışdı. Bir mənalı şəkildə deyə bilərik ki, Şuşa xanlıq dövründə salınan yeganə Azərbaycan memarlığını, mədəni təfəkkürünü özündə əks elətdirən şəhər olmuşdur. Çünki Şuşada Pənahəli xan bu şəhərin əsasını qoyarkən, vaxtıyla bu Qarabağ xanlığının əsasını qoyan tayfaların əksəriyyətini də özü ilə bərabər ora aparmışdı və kifayət qədər həm də bu adamlar maddi cəhətdən təmin olunan tayfalardan olduğuna görə ona uyğun da öz adlarına, sanlarına uyğun evlər tikdirmişdilər. Və hətta deyə bilərəm ki, bu evlər təkcə şərq memarlıq üslubu yox, həm də Avropa memarlıq üslubu ilə vəhdət təşkil edən çox qəribə memarlıq üslubu olan bir ərazi olmuşdu. Ümumiyyətlə Şuşa şəhərində 17 məhəllə olmuşdu. Bu məhəllələrin hər biri bir tayfanın adı ilə Qarabağ xanlığının yaranmasında rolu olan, onun möhkəmlənməsində xidmət göstərmiş tayfaların adı ilə bağlı idi. Eyni zamanda sənətkarlar üçün də ayrıca məhəllə, məsələn Dəmirçin məhəlləsi falan da var idi. Buradakı evlərin içərisində biz sonralar hətta uçub dağıldığı vəziyyətdə belə öz əzəmətini və gözəlliyini qoruyub saxlayan Xan sarayını, Xanın qardaşı Məhəmməd Həsən ağanın sarayını misal göstərə bilərik ki, 1795-97-ci il hücumları dövründə də Ağa Məhəmməd Şah Qacar bu şəhəri ələ keçirəndə də, xüsusilə 97-ci ildə Məhəmməd Həsən xanın sarayında qalmışdı. Bundan başqa orada çox möhtəşəm Hacıqulların evin, memarlıq üslubu ilə xüsusi diqqəti cəlb edən Səməd bəy Mehmandarova, Zöhrəbbayeva və s. məxsus olan evləri misal göstərə bilərik. Şuşa demək olar ki, həm də o cəhətdən yeganə şəhəridir ki, burada hər məhəllənin özünün məscidi olmuşdur. Bu məscid məhəllə məscidlərindən başqa iki böyük cümə məscidi, yuxarı və aşağı Gövhər ağa məscidləri də fəaliyyət göstərmişdi. Məhəllələrin əksəriyyətində həm də karvansaralar tikilmişdi. Xüsusilə bazar başında olan məhəllədə Gövhər ağaya məxsus olan həm də karvansarada əsasən Şuşaya qonaq gələn adamların yerləşdirilməsi, onların təmənnasız olaraq xidmət göstərilməsi nəzərdə tutulurdu. Orada hətta ayrıca xəstələr üçün yer də nəzərdə tutulmuşdu və qərib adamlar, buraya qonaq gələn insanlara müalicəvi köməklilər göstərilməsi. Bəzən dünyasını dəyişərkən onun orada bütün işlərini yekunlaşdırıb öz vətəninə yola salması baxımından da bu karvansaradan toplanan gəlirlərdən istifadə olunmuşdu. Bir neçə mədrəsə mövcud idi və bu mədrəsələrdə xüsusilə Gövhər ağa mədrəsəsi diqqəti cəlb edir. Oradan Gövhər ağa xahiş eləmişdi. Şuşadan dünyanın müxtəlif ölkələrinə, xüsusilə də yaxın şərq ölkələrinə gedən tacirlərdən xahiş olunmuşdu ki, o ərazilərdəki müxtəlif mənbələri, qədim kitabları gətirsinlər. Və demək olar ki, buradakı mədrəsə Azərbaycanın ən zəngin kitabxanasına malik olan mədrəsələrdən biri olmuşdur. Bu cəhətdən Şuşa fərqli idi. Həm də Şuşa sözün gerçək mənasında bir aristokrat şəhəri idi. Şəhərin özünün quruluşu, adamların danışığı, hərəkəti, münasibətləri bunu deməyə əsas verirdi. Eyni zamanda olduqca incə, çox incə yumora malik olan insanlar idi. Yəqin ki, hamıya aydındır, Şuşa təkcə ictimai-siyasi həyatımızda deyil, həm də mədəni həyatımızda mühüm rol oynayan bir şəhər idi. Təsadüf deyildir ki,
Demiyorlar ki Azərbaycan mədəniyyəti ilə az çox tanış olan bütün insanlar Şuşanı Azərbaycanın konservatoriyası hesab edirdilər. Bilirsiniz, məsələ orasındadır ki, musiqi boş yerdə yaranmır. Ac insanları musiqi düşündürməz. Musiqi adətən maddi cəhətdən təmin olunmuş adamları düşündürür. Onlar öz boş vaxtlarını daha səmərəli keçirmək üçün adətən daha hacı cavab insanları, adamları toplayıb bir şair məclisi düzəldirdilər. Bu şair məclisi ilə təbii ki, hər gün günlərin keçirə bilməzdi. Günlərin bəzi vaxtlarını da bunlar gözəl səsi olan adamları yarışa dəvət edirdilər və kim yaxşı oxuyursa onu xüsusi ənam verirdilər. Qızıl, pul və s. ödürdülər. Ona görə də insanların həm yaxşı söz deməyə həvəs yaranırdı, həm də yaxşı oxumağa. Bu cəhətdən iqtisadi vəziyyətlə mədəni vəziyyət orada üst-üstə düşdüyündən o demək olar ki, həm də Azərbaycan muğamının beşiği funksiyasını yerinə yetirmişdi. Çox təəssüflər olsun ki, Çarlıq Rusiyasının Qafqaza sahiblənmək istəyi reallaşandan bütövlükdə Azərbaycanın, o cümlədən də onun gözəl güşələrindən biri olan Qarabağın başının üzərin təhlükələr aldı və Rusiya Azərbaycanı və Qarabağı ələ keçirmək üçün bir çox hilələrə, müstəmləkə xarakterli işlər görməyə başladı. Bu işlərdən biri də ermənilərin yaxın və Orta Şərqin müxtəlif ölkələrindən, xüsusilə də İrandan, Türkiyədən Azərbaycana və Qarabağa köçürülməsi oldu. Və onu da deyim ki, hələ 2-ci Yekaterinanın dövründə 1783-cü ildə 2-ci Yekaterina Şuşanı Qarabağın mərkəzini ermənilərin paytaxtı kimi görürdü və bununla bağlı özünün sevimlisi olan Potyomkinə çox fərəhlə bildirmişdi. O isə cavabında axı orada ermənilər yoxdur deyə cavabında bildirsə də 2-ci Yekaterina əsas odur ki, biz yeri tapdıq deyə bildirmişdi. Amma bunu Qarabağı Azərbaycandan tam qopara bilmədilər və xüsusilə 1805-ci ilin Kürəkçay kəndi yaxınlığında bağlanan müqavilə də buna imkan vermirdi. Çünki bu müqavilədə çarizm pis yaxşı öz öhdəsinə götürürdü ki, xanlığın daxili idarə işlərinə qarışmayacaq və xanlıq öz məhdud səlahiyyəti olsa da funksiyasını davam elətdirəcəkdir. Amma 1822-ci ildə təəssüf ki, Çar Rusiyası imzaladığı müqaviləyə xilaf çıxdı və xanlığı ləğv elədi və bundan sonra demək olar ki, bu Azərbaycan tarixində bütöv bir eranın sonu deməkdir. Əslində 1819-26-cı illərdə bütün Azərbaycan ərazisindəki xanlıqlar ləğv olundu. Bu Azərbaycan dövlətçiliyini məhv etmək yolunda Çar Rusiyasının apardığı dəhşətli bir bizim xalqımıza bir zərbə idi. Amma bütün buna baxmayaraq o dövrdə də Şuşanı Azərbaycanın əlindən qopara bilmədilər. Sovet dövründə buna çox böyük cəhdlər göstərildi. Təbii ki, ən böyük cəhd 1921-ci ilin iyunun 4-ü və 5-də Rusiya Komünist Bolşeviklər Partiyasının Qafqaz Bürosunun iclası oldu və Qafqaz Bürosunun iclasında əvvəlcə Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın qərar verildi. Bu çox əhəmiyyətlidir. Çünki saxlanılsın deməklə bu Azərbaycanın torpağı olduğu üçün ona saxlanılsın deyirlər. Amma o dövrdə Şuşa mərkəz kimi nəzərdə tutulurdu. Ertəsi gün isə yeni bir qərar qəbul olundu və bu qərarda isə göstərilirdi ki, mərkəzi Şuşa olmaqla Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu ifadənin özü də çox əhəmiyyətlidir. Çünki bu məhz Azərbaycanın olduğuna görə Azərbaycanın tərkibində saxlanılsın deyirdi. Əgər ermənilərin olsaydı, deyərlər ki, ermənilərdən alıb Azərbaycana verilsin deyirlərdi. Amma saxlanılsın yazılmışdı qərarda da. Bu cəhətdən bu ifadə çox doğru ifadə edir. Azərbaycan kommunistləri nə qədər Rusiyanın əlində oyuncaq olsalar da, 5-ci qalon funksiyasını yerinə yetirsələr də, amma işlərində bir milli qanlı olanları da vardı və onların da fəaliyyəti nəticəsində 1923-cü ildə Moskvanın tələbi ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması başa çatmaq ərəfəsində onlar qərara gəldilər ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı, mərkəzi daha doğrusu Şuşa yox, Xankəndi olsun. Və beləliklə Şuşa heç olmasa Azərbaycan şəhəri kimi o dövrdə saxlanıla bildi. Ermənilər də Xankəndi şəhərinə sahib olandan cəmsi bir ay keçməmiş Xankəndinin adını dəyişərək Azərbaycan xalqının qəddar düşməni 1917-18-ci illərdə
xalqımıza qarşı soyqırımın təşkilatçılarından olan Stepan Şamyanın adına Stepanakert şəhəri qoyuldu. Sovet dövründə də amma Şuşa yenə də Azərbaycan şəhəri kimi qaldı. Və təəssüf ki, bütün bu illər ərzində də həm Dağlıq Qarabağı, həm də Şuşanı Azərbaycandan almağa bir neçə dəfə cəhd göstərilmişdi. Bu cəhdlərin içərisində biz xüsusilə 1945-46-cı illərdə ermənilərin göstərdiyi fəaliyyəti qeyd edə bilərik. 1945-ci ildə müharibə qurtardıqdan sonra noyabr ayında Ermənistan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Moskvaya həm Stalinə, həm də SBKP MK-nın baş katibinə məktub yazaraq Dağlıq Qarabağın güya ermənilərlə, Ermənistanla sərhəd olduğuna, əhalisi ermənilərdən ibarət olduğuna, buradakı ermənilərin sosial-iqtisadi cəhətdən inkişafına mane olunduğuna görə onun Ermənistana verilməsi xahiş olunmuşdu. Amma Malenkov bu məktubu o dövrki Azərbaycanın rəhbəri olan Mirzəfər Bağırova göndərmişdi və Mirzəfər Bağırov da bu məktuba çox qısa müddətdə, cəmisi 12 gündən sonra cavab vermişdi. Etiraf edək ki, Mirzəfər Bağırovun bir çox fəaliyyəti ilə, xüsusilə repressiya dövründəki əməlləri ilə razılaşmasaq da, amma onun bu cəhətdən Qarabağ məsələsində tutduğu mövqe və taktika çox doğru idi. O, birincisi, müdafiə olunmaq yox, hücum taktikasını seçmişdi. Əvvəla bildirirdi ki, ermənilərin məktubunda irəli sürülən iddialar saxtadır. Dağlıq Qarabağ Ermənistanla sərhəd deyil. Bu sərhəddə hələ Laçın, Kəlbəcər və sair kimi rayonlar mövcuddur. İkinci, Dağlıq Qarabağın əhalisi heç də ermənilərdən ibarət deyil, burada Azərbaycanlılar da yaşayır. Üçüncüsü, əhalinin hər 1000 nəfərinə düşən müəllim, həkim, klub, mədəniyyət evləri və s. sayına görə də ermənilər Azərbaycanlılardan orta statistik göstəricilərinə görə üstündür. Bu cəhətdən də məktubda irəli sürülənlər hamısı saxtakarlıqdır. Amma əgər qaldı ki, hətta bunların əhalisi erməni olduğuna görə vermək mümkündürsə, onda xahiş edirik Ermənistanda olan, Azərbaycanla bilavasitə sərhəd olan rayonlar, 4-5 rayonudur, bu rayonlar Azərbaycana verilsin. Azərbaycanla sərhəd olan Borçalı torpaqları Gürcüstan Azərbaycana qaytarsın. Eyni zamanda əhalisi Azərbaycanlılardan ibarət olan və Azərbaycanın qədim şəhəri Dərbənd şəhəri də Azərbaycana verilsin. Və əgər Rusiya Komünist Bolşeviklər Partiyası belə bir məsələni müzakirə eləməyə hazırdırsa, biz komissiya yaratmağa da tərəddüd eləmirik və biz də buna hazırıq. Təbii ki, belə bir hücum taktikası Moskvanı da qane eləmirdi. Ona görə də bu məsələnin bir növ həmin dövrdə qapatmış oldular. 60-cı illərdə yenidən buna bir cəhd olmuşdu. Onu da deyim ki, 60-cı illərdə president yaranmışdı. 1954-cü ildə Ukraynanın güya Rusiyaya könüllü birləşməsinin 300 illiyi ilə bağlı Nikita Sergeyeviç Xruşov, o dövrki SSR-nin rəhbəri qərar qəbul edib və Ukraynanı Rusiyanın tərkibindən çıxarıb Ukraynaya verdi. Və indi o dövrdə SSR-də faktiki olaraq ikinci vəzifəni tutan Anastas Ivanoviç Mikoyan, hansı ki bu Qarabağı da çox gözəl tanıyırdı, 19-cu ildə də burada baş verən siyasi proseslərdə iştirak eləmişdi. O da Xruşova təklif elədi ki, Qarabağda bəs ermənilərin yeri dağlıq ərazidir, əkin biçinlə məşğul ola bilmirlər və s. Buna görə də bu torpaqları ermənilərə versin. Xruşovu əvvəlcə bunları razı salmışdılar, həm də demişdilər ki, Ukraynanın, Krımın Rusiyadan alınıb Ukraynaya verilməsində heç bir qarşı durma yaranmamışdı. İndi də belə olacaq. Amma Azərbaycan xüsusilə ziyalıları bundan xəbər